Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bugün sınaq 9 işləyəcəyik. Mövzular dünya iqtisadiyyatı və onun xüsusiyyətləri, sənayenin coğrafiyası, kənd təsərrüfatı coğrafiyası. Sual 1. Uyğunluğu müəyyən edin. 1. Natural təsərrüfatı, 2. Əmtəə təsərrüfatı, 3. Bazar iqtisadiyyatı. Deməli, tarixən təsərrüfatın biri digərindən bir çox xüsusiyyətlərə görə fərqlənən natural təsərrüfat, əmtəə təsərrüfatı və bazar iqtisadiyyatı kimi 3 əsas forması mövcud olmuşdur. Natural təsərrüfat nədir? Natural təsərrüfat formasında insanlar öz daxili tələbatlarını təmin etmək məqsədi ilə məhsul istehsal edirdilər. Əmtəə təsərrüfatında isə istehsal olunan məhsul satış məqsədi güdürdü. Məhz buna görə də insanlar öz tələbatlarından artıq məhsul istehsal etməyə başlayırdılar. Bəs bazar nədir? Bazar cəmiyyətin inkişafı prosesində sonradan yaranan iqtisadi əlaqə formasıdır. Bazar iqtisadiyyatı isə tələb və təkliflər əsasında yaranan iqtisadi münasibətlərdir. İndi baxaq variantlara. A. İnsanlar yalnız öz tələbatlarını ödəmək məqsədi ilə məhsul istehsal edir. Bu bayaq dediyi natural təsərrüfatda idi. 1-ə A aid olmuş olacaq. 2-yə baxırıq. Əmtəə təsərrüfatı. Əmtəə təsərrüfatında insanlar istehsal olunan məhsul satış məqsədi daşıyırdı. Bəli, və insanlar daha çox məhsul istehsal etməyə başlayırdılar ki, daha çox satılsın həmin məhsullar. 2-yə deməli aid olacaq C. Bazar iqtisadiyyatda bayaq dedik yenə tələb və təklif əsasında yaranan iqtisadi münasibətlər idi. 3-ə də B aid olmuş olacaq. Yəni birinci cavabı B. 1-ə A, 2-yə C, 3-ə isə B. Birinci cavabı B. Sual 2. Yanlış sıraları müəyyən edin. İnfrastruktur xidmətləri, fərdi xidmətlər, işgüzar xidmətlər, sosial xidmətlər. Deməli, infrastruktur xidmətləri nədir? İstehsal prosesini tənzimləmək üçün göstərilən xidmətlərdir. Misal üçün, nəqliyyat, rabitə, elektrik, su, qaz təchizatı, təmir və s. Fərdi xidmətlər isə əhalinin fərdi olaraq məişət tələbatını ödəmək üçün göstərilən xidmətlərdir. Misal üçün, istirahət əyləncə, bərbərxana, dərzi, kimya təmizləmə və s. İşgüzar xidmətlər bəs nədir? İşgüzar xidmətlər istehsalçının təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir. Misal üçün, bank marketinq, reklam, hüquq məsləhətxanası. 4. Sosial xidmətlər bəs nədir? Vətəndaşların təhsil, səhiyyə, idman, mədəniyyət və s. sahələri olan tələbatlarının ödənilməsinə xidmət edir. İndi gəlin baxaq. 1. İnfrastruktur xidmətləri, nəqliyyat, elektrik təchizatı. Bəli, bir düzgündür. 2. Fərdi xidmətlər, reklam, hüquq məsləhətxanası. Xeyr, bu fərdi xidmətlərə aid deyil. İşgüzar xidmətlərə aiddir. Ona görə 2 səhv olmuş olacaq. 2-ni götürəcəyik, çünki bizdən yanlış sıraları müəyyən edin deyir. 3. İşgüzar xidmətlərdir. İstirahət, əyləncə, mühafizə xidməti. Yox, bu da səhvdir. İşgüzar xidmətlər deyil bu. Bu fərdi xidmətlərə aid edilir. İstirahət, əyləncə fərdi xidmətlərə aiddir. Ona görə 3-ü də biz götürəcəyik, çünki səhv cavabdır. 2 və 3. Sosial xidmətlər, təhsil, səhiyyə, bəli, bu da düzgündür. 2-nin cavabı olmuş olacaq A variantı. Sual 3. Təsərrüfatında xidmət sahələrinin payı çox olan ölkələri xəritə sxemə əsasən müəyyən edin. Deməli, xidmət sahələrinin payının çox olduğu ölkələr inkişaf etmiş ölkələrdir. Ona görə biz ancaq inkişaf etmiş ölkələri götürəcəyik. Gəlin baxaq. 1. Norveçdir. Bəli, xidmət sahələrinin payı yüksəkdir. 2. Almaniyadır. Həmçinin xidmət sahələrinin payı yüksəkdir. Sonra 3 götürmürük. İnkişaf etməkdə olan ölkədir. Sonra 6 da inkişaf etməkdə olan ölkədir. Götürmürük. 5 də həmçinin inkişaf etməkdə olan ölkədir. 4. Koreya, bəli, xidmət sahələrinin payı yüksəkdir.
4-ü götürəcəyik. Deməli 1, 2, 4 bizim doğru cavabımızdır. Yəni 3-ün cavabı D variantı. 4-cü suala keçirik. İqtisadi inkişaf səviyyəsinin meyarlarından deyil. A. Əmək məhsuldarlığı meyarlarındandır. B. Sənayedə elm tutumlu sahələrin payı. Bəli, bu da inkişaf səviyyəsinin meyarlarındandır, iqtisadi inkişaf səviyyəsinin. C. İxracatda xam malın payının çox olması. Bu meyar deyil. Ona görə bizdən də deyili soruşurdu. C-ni götürəcəyik. Digərləri də meyarlara daxil olmuş olacaq. Dünya bazarında rəqabətə davamlı məhsulun istehsalı bəli meyarlardandır. İxracda elm tutumlu məhsulların payı da həmçinin meyarlara daxil edilir. Deməli 4-ün cavabı C variantıdır. Sual 5. Görünməz ixracata aiddir. Deməli, müxtəlif növ xidmət göstərilməsi görünməz ixracat adlanır və bu xidmət sahəsinə nələr aiddir? Tikinti, maliyyə və nəqliyyat, xüsusilə də gəmi və təyyarələrə xidmət göstərilməsi və onların icarəyə verilməsi kimi xidmətlər aid edilir. Cavablara baxırıq. A variantı müxtəlif növ xidmətlərin göstərilməsi. Elə bizim doğru cavabımız budur. 5-in cavabı A variantıdır. 6-cı suala keçid edirik. Doğru sıraları müəyyən edin. Bitkiçilik, ixracatçı ölkələr, bir də idxalatçı ölkələr. Yəni ixracatçı həmin bitkini satana deyirlər, idxalda yəni alan ölkələrə deyirlər. Bir pambıq, Pakistan, Özbəkistan, bəli, ixracatçı ölkələrdir. İdxalatçı ölkələr Almaniya, Böyük Britaniya, bəli, bir doğru cavabdır, biri götürəcəyik. Çəltik, İspaniya, Avstraliya, bu səhv cavabda Avstraliyada yoxdur. Yəni ixrac eləmir daha doğrusu. Sonra 3-ə baxırıq. Şəkər çuğunduru deyir Kuba, Braziliya ixracatçı ölkələrdir, idxalatçı ölkələr də deyir Polşa, Belarus. Bu da səhv cavabdır. Təbii ki 2, 3 səhv cavabdır. Hələ ki bir düzdür. Sonra qəhvə Kolumbiya, Vyetnam, ixracatçı ölkələr, idxalatçı ölkələr, Yaponiya, Rusiya, bəli 1, 4. Hələ ki düzgün cavabdır. 5. Çay, ixracatçı ölkələr Hindistan, Şri-Lanka, idxalatçı ölkələr Kenya, Türkiyə. 5 də səhv cavabdır. 6-ya baxırıq. Buğda, Rusiya, Argentina ixracatçıdır. Bəli, idxalatçı isə Nigeriya, Norveçdə. 6 düzgün cavabdır. Deməli, düzgünlər hansılar oldu? 1, 4, bir də 6 variantlara baxırıq. D variantı uyğundur. 6-nın cavabı D variantıdır. 7-ci suala baxırıq. Yüksək inkişaf etmiş iqtisadi rayonları müəyyən edin. 1. İspaniyanın mərkəzi, xeyr, yüksək inkişaf etmiş iqtisadi rayon deyil. 2. Afirdə, Saar da həmçinin bu da yüksək inkişaf etməyib. 3. ABŞ-ın Kaliforniya ştatı, bəli, yüksək inkişaf etmiş iqtisadi rayondur. 3-ü götürəcəyik. İtaliyanın şimalı, da bəli, yüksək inkişaf etmiş iqtisadi rayondur. Amma cənubu yox. İtaliyanın cənubu yox. Götürmürük cənubu. Bir də Afiyerin cənubu yüksək inkişaf etmiş iqtisadi rayondur. Deməli 3, 4, 6 bizim doğru cavablarımızdır. Variantlara baxırıq. Y variantı uyğundur. 7-nin də cavabı Y variantıdır. 8-ci suala baxırıq. Xəritə sxemə əsasən ölkələrə müvafiq gələn ixtisaslaşma sahələrini müəyyən edin. Baxırıq. 1. Avstraliya ölkəsidir. Avstraliya, indi baxırıq birə hansı aiddir bunlardan? Mis hasilatı yox, dəmir, boksit hasilatı və meşə tədarükü boksit aiddir, lakin digərləri yox. Neft, qaz yox, D. Birə D aid olmuş olacaq. Boksit, kömür və dəmir filizinin hasilatı Avstraliyadadır. Deməli, birə D variantı uyğundur. A. Mis hasilatı. Mis hasilatı 4-dədir, yəni Çilidədir. Bu ölkənin adı Çilidir.
Deməli, indi necə oldu? 1-ə aid oldu D, 4-ə aid oldu A, 4-ə aid oldu A. 2-yə baxırıq. 2 İndoneziyadır. İndoneziyada qalay, neft hasilatı və meşə tədarüküdür. 2-yə Y. Deməli 1D, 2Y, 3 Braziliya, dəmir, boksit hasilatı və meşə tədarükü, 3-ə B. 4-ə bayaq dedik A. 5 isə Nigeriyadır. Nigeriyada da neft qaz hasilatıdır. 5-ə də C variantı, C uyğundur daha doğrusu. 8-in cavabı A variantıdır. 9-cu suala baxırıq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Neft, daş, kömür. Bunlara aid olan xüsusiyyətləri seçəcəyik. Gəlin seçək. Hasilatında bir çox inkişaf etməkdə olan ölkələr xüsusi rola malikdir. Bəli, bu neftə aiddir. 1-ə 1 aid olmuş olacaq. Üzv mənşəlidir. Bu hər ikisinə aiddir. Həm neft, həm də daş kömür üzv mənşəlidir. 2 gedəcək 3-ə. Sonra ABŞ və Rusiyada hasilatı aparılır. Bu da hər ikisinə aiddir. Həm neftin, həm də daş kömürün hər iki ölkədə də hasilatı aparılır. 3-ə aid olmuş olacaq, deməli 2, 3. Əsasən hasilat rayonlarında istehlak edilir. 4 aid olmuş olacaq 2-yə, daş kömürə. Dünya bazarında payı azdır, bu da daş kömürə aiddir. Deməli, hansı variant oldu? Y variantı. 1-ə 1, 2-yə 4, 5, 3-ə 2, 3, 9-un cavabı Y variantıdır. 10-cu suala keçid edirik. Uyğunluğu müəyyən edin. Əsas kimya, üzvi sintez kimyası, polimerlər kimyası. İndi gəlin baxaq görək. Deməli, əsas kimyaya nələrə aiddir? Əsas kimyaya aiddir mineral gübrələr, bir də turşu və duz. Yəni, əsas kimyaya aid olduğu C, mineral gübrələr, bir də turşu və duz, D. 1-ə aid olduğu C və D. Sonra 2-yə baxırıq. 2 polimerlər kimyasıdır. Polimerlər kimyasına plastik kütlə aiddir. 3-ə A. Yox, üzr istəyirəm. 3-ə aid olmuş olmayacaq. 2-yə baxırıq. Üzvü sintez kimyası, qarışdırdım ki, üzvü sintez kimyası. 2-yə plastik kütlə. 2-yə A olmuş olacaq. 2A. Polimerlər kimyası isə sintetik materiallar aid olmuş olacaq. Yəni 3-ə də B olacaq. Deməli 1CD, 2A üzv sintez kimyasına plastik kütlə, polimerlər kimyasına isə sintetik materiallar. Yəni onun cavabı C variantıdır. C variantı. 11-ci suala baxırıq. Müəssisənin istehlak rayonuna yaxın yerləşməsi təsir edər. Təbii ki, məhsulun maya dəyərinə təsir edəcək. Maya dəyəri aşağı düşmüş olacaq məhsulun. Deməli, 11-ci cavabı A variantıdır. İstiqəllərinə baxmağa ehtiyac yoxdur. 12. Elektroenergetika üzrə ixtisaslaşmış iqtisadi rayonları müəyyən edin. Bu, təbii ki, Mərkəzi Aran, Şirvan və Salyandır. 12-nin cavabı B variantıdır. B-ni götürəcəyik 12-də. 13-ə baxırıq. Xəritə sxemdə qeyd edilmiş ölkələr üçün səciyyəvi xüsusiyyətləri soruşur. Deməli, baxaq görə bunlar hansı ölkələrdir? İspaniya, İtaliya, Yunanistan. 1. Əlverişli iqtisadi coğrafi mövqeyə malikdirlər. Bəli. Aralıq dənizi sahilində yerləşirlər və əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Hər üçü də biri götürəcəyik. 2. Beynəlxalq ticarətdə mineral xammal ixracatçısıdırlar. Xeyr, bu səhvdir. 2-ni götürmürük. 3. Sitrus meyvəçiliyi, zeytunçuluq inkişaf etmişdir. Bəli, Cənubi Avropa ölkələrində sitrus meyvəçiliyi, zeytunçuluq inkişaf edib. 3-ü götürəcəyik. 1, 3. İmmiqrasiya mərkəzidirlər. Xeyr, 4-ü götürmürük. 5. Köçürmə kapitalizm ölkələridir. 5-də səhvdir. Ölkəyə gələn turistlərin sayına görə qabaqcıl yer tutur. Bəli, turizm ölkələridir. Ona görə də turistlər bura axın edir.
Deməli, bizim doğru sıralarımız 1, 3, 6 olacaq. A variantı. Onun üçün cavabı A variantıdır. 14-cü suala baxırıq. Köhnə sənaye rayonlarında mövcud olan sənaye sahələri. Bu, təbii ki, toxuculuqdur. Maşın qayırma deyil, bir aid deyil. Toxuculuq aiddir. Kimya sənayesi aid deyil. Aerokosmik avadanlıqlar istehsalı da həmçinin aid deyil. Metallurgiyadır, bir də hasilatdır. 14-cü cavabı 2, 5, 6. Bir də baxaq, toxuculuq, metallurgiya, bir də hasilat. Bunlar köhnə sənaye rayonlarda mövcud olan sənaye sahələrdir. 14-cü cavabı D variantıdır. 15-ci suala baxırıq. Müxtəlif istiqamətdə fəaliyyət göstərən şirkətlərin tam birləşməsinə ehtiyac qalmadan birgə fəaliyyəti holdinq adlanır. Elə cavablar arasında da holdinqi götürəcəyik. Bunlar hafizə yönümlü suallardır. Biraz ona üzərində çox durmuram, ona görə 15 deyil, holdinqdir cavabı. Yəni 16-ya baxırıq. Azad iqtisadi zonalara aid xüsusiyyətlər. Gəlin seçək bir-bir. Hansı xüsusiyyətlərə aiddir? 1. Əsasən ölkənin inkişaf etmiş regionlarında yaradılır. Xeyr, inkişaf etməmiş regionlarında da yaradıla bilər. 1 səhv cavabdır. 2. Ərazinin əlverişli coğrafi mövqeyindən və nəqliyyat imkanlarından istifadə edilir. Bəli, 2 düzgün cavabdır. Yalnız inkişaf etmiş ölkələrə xasdır. Xeyr, inkişaf etməkdə olan ölkələrə də xasdır. 3-ü götürmürük. 4. İnvestisiyalar cəlb edilir. Bəli, 2, 4 bizim hələ ki doğru cavabımızdır. 5. Burada yeni iş yerləri açılır. Bəli, doğru cavabdır. 2, 4, 5. Yəni B variantı. 16-nın cavabı B variantıdır. 6-da səhv olmuş olacaq. Fəaliyyət sahəsi daxili bazar ilə məhdudlaşır. Bu da təbii ki, səhv cavabdır. 16-nın düzgün cavabı B variantıdır. Keçid edirik 17-ci suala. Xəritə sxemə əsasən günəş elektrik stansiyasının tikilməsi üçün əlverişli əraziləri müəyyən edin. Təbii ki, günəş elektrik stansiyasının tikilməsi üçün əlverişli ərazilər günəşli günlərin sayının çox olduğu ərazilərdir. Günəşli günlərin sayının çox olduğu ərazilərdə bildiyimiz kimi Naxçıvan arazboyu düzənlikləridir, Küraraz ovalıdır, Abşeron yarımadasıdır. İndi gəlin seçək. Hansıları seçəcəyik? 1-i seçəcəyik, 2-ni, bir də 5-i seçəcəyik. Günəşli günlər bu ərazilərdə bol olduğuna görə günəş elektrik stansiyalarda tikilə bilər. Əlverişli şərait vardır burada. 1, 2, 5 bizim doğru cavabımızdır. 17-nin cavabı C variantıdır. 18-ci suala baxırıq. Ərazisinə metallurgiya müəssisələri yerləşən iqtisadi rayonları müəyyən edin. Metallurgiya müəssisələri Bakıda yerləşir, Gəncə, Daşkəsəndə yerləşir, bir də Qazaxtovuzda. Yəni bizim doğru variantlarımıza baxsaq, mərkəzi arana çıxdıq, Milmuğana çıxdıq, burada yenə mərkəzi arana çıxdıq. Y variantı bizim doğru cavabımızdır. Qazaxtovuz, Gəncə, Daşkəsən, Bakı. 18-in cavabı Y variantıdır. 19-cu suala baxırıq. Xəritə sxemə əsasən pambıq və kartof istehsalına görə fərqlənən ölkələri müvafiq olaraq müəyyən edin. Deməli, 1 Ukraynadır. Ukraynada kartof yetişdirilir, istehsalına görə fərqlənir. Deməli, 1-2-yə gedəcək. 2 Rusiyadır. Rusiyada təbii ki, kartof istehsalına görə fərqlənir. Yəni 2 də getmiş olacaq 2-yə. Sonra baxırıq 3 Braziliyadır. Braziliya pambıq istehsalına görə fərqlənir. 3 aid oldu 1-ə. Sonra Avstraliya. Avstraliyada pambıq istehsalına görə fərqlənir. 4 də aid oldu 1-ə. Sonra Özbəkistan. Özbəkistan da təbii ki, pambıq istehsalına görə fərqlənən ölkələrdir. 6 da aid oldu 1-ə. Deməli, 1-ə aid oldu hansılar? 3, 4, 6. A variantı uyğundur. 2-yə aid oldu. Deməli, 1 Ukrayna, 2 Rusiya, bir də 5. Bu da hansı ölkədir? 5 Polşa. Polşada kartof istehsalına görə fərqlənir. Deməli, bizim doğru cavabımız 19-da A variantı olmuş oldu.
20-ci suala baxırıq. Biotexnoloji inqilabın əsas məqsədi. Biotexnoloji inqilabın əsas məqsədi bitkilərin təbii şəraitdən asılılığını azaltmaqdır. Variantlar arasına baxsaq, elə A variantı doğru cavabımızdır. Bitkilərin təbii şəraitdən asılılığını azaltmaqdır. Biotexnoloji inqilabın əsas məqsədi yadınızda saxlayan 20-ci cavabı A variantıdır. 21-ci suala baxırıq. 21-ci sualda nə deyir? Texnika və texnologiyaların təkamül yolu ilə inkişaf etdiyi ölkələr. Texnika və texnologiyalar təkamül yolu ilə, bir də inqilab yolu ilə inkişaf edirlər. Təkamül yol inkişaf etməkdə olan ölkələrə xasdır. İnqilabi yolla, yəni sıçrayışla inkişaf etdiyi ölkələr inkişaf etmiş ölkələrdə aiddir. Təkamülü biz seçəcəyik, inkişaf etməkdə olan ölkələr. Bizdən təkamülü soruşur. Yəni, hansı ölkələr ki, inkişaf etməkdə olan ölkələrdə onları seçməliyik. A-ya baxırıq, burada İsveçrə inkişaf etmiş ölkədir. A variantı sıradan çıxdı. B-yə baxırıq, Belçika, İsveçrə yenə inkişaf etmiş ölkələrdir. Burada inqilabidir. İnqilab yolu ilə inkişaf edir. B variantı da sıradan çıxdı. C-yə baxırıq. Pakistan, İndoneziya, Peru, Tunis bunların hər dördü də inkişaf etməkdə olan ölkələrdir və burada texnika və texnologiyalar təkamül yolu ilə inkişaf edir. Bizim doğru cavabımız C variantıdır. 22-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Neftçala, Lənkəran, Gədəbəy, Şəki, Sumqayıt. İndi gəlin baxaq görək bunlara hansılar uyğundur. Deməli, Neftçalada nə var? Yod brom istehsalı müəssəs fəaliyyət göstərir. 1-ə D aid olmuş olacaq. Lənkəranda meyvə tərəvəz konservi istehsalı ixtisaslaşma sahəsidir. 2-yə Y aiddir. 3. Gədəbəy. Gədəbəydə qızıl emalı zavodu fəaliyyət göstərir. B. Şəkidə yerli xammal əsasında ipək kombinatı fəaliyyət göstərir. 4-ə A. Sumqayıtda isə kimya sənayesi müəssisələri fəaliyyət göstərir. 5-ə də aid olmuş olacaq C. 22-nin cavabı D variantıdır. Yəni, bu sualların cavabı konkretdir də. 23-cü suala baxırıq. Ölkədə məsələ həllidir. Gəlin eləyək bunu. Asan məsələdir əslində. Ölkədə ümumi daxili məhsulun həcmi 60,4 milyard ABŞ dollarıdır. Ölkəyə məxsus şirkətlərin xaricdə yaratdığı məhsul və xidmətlərin dəyəri 33,9 milyard ABŞ dollarıdır. Ümumi daxili məhsulda, yəni bu ümumi daxili məhsul nə qədər idi? 60,4. Yəni bu 60,4-ün içərisində xarici şirkətlərin payı 12 milyard ABŞ dollarıdır. Bizdən ümumi milli məhsulun dəyərini soruşur. Biz ilk öncə nə etməliyik? Təbii ki, ümumi daxili məhsuldan xarici şirkətlərin payını çıxmalıyıq. Gəlin çıxaq. 60,4 çıxarıq 12-ni edəcək 48,4. 48,4 ümumi milli məhsuldur. Bir də ölkəyə məxsus şirkətlərin xaricdə yaratdığı ümumi milli məhsul var. O da nə qədərdir? 33,9-dur. Bizdən ümumilli məhsulun dəyərini hesablayın. Yəni, ümumilikdə nə qədər olmuş olacaq? Bunu tapmaq üçün 48,4-ün də üstünə gələcək 33,9-u tapacaq ümumilli məhsulun dəyəri nə qədərdir? O da bərabərdir 82,3 milyard ABŞ dolları. 23-cün cavabı 82,3-dür. 24-cü suala baxırıq. Son illər dünya sənayesində inkişaf etməkdə olan ölkələrin payının artması bu ölkələrdə hansı sahələrin inkişafı ilə əlaqədardır? Bir dəqiq maşın qayırma sahəsi üzrə ixtisaslaşma bu inkişaf etmiş ölkələrə xas xüsusiyyətdir. Bir aid deyil. 2 hasilat sənayesinin inkişafı, bəli, 2-ni götürəcəyik. 3 yüngül sənayenin inkişafı, 3-ü də həmçinin götürəcəyik. Elin tutumlu istehsal sahələri inkişaf etmiş ölkələrdədir. Ən çox bunu götürmürük. 5 ağır sənayenin bəzi sahələrinin inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə götürülməsi, bəli, 5-i də götürürük. Deməli, doğru cavablar 2, 3, 5. 25-ci suala baxırıq.
EYT-nin təsərrüfat sahələrinə təsiri. Deməli, 1. Sənayedə avtomatlaşdırma ilə əlaqədar təsərrüfatın 3-cü və 4-cü sektorunda məşğulluq artmışdır. Bəli. Bir düzgün cavabdır. Kənd təsərrüfatında ekstensiv inkişafın baş verməsi. Xeyr, bu səhvdir. 3. Təsərrüfatda bir çox yeni sahələr yaranmış, bəziləri isə öz əhəmiyyətini itirmişdir. Bəli, 3-ü də götürəcəyik. 4. Emal sənayesi sürətlə inkişaf etmişdir. Bəli, bu da doğru cavabdır. 5. Maşınqayırma sənayesi meydana gəlmişdir. Xeyr, 5 səhv cavabdır. Bizim doğru cavablarımız oldu. 1, 3, 4. 26-cı suala baxırıq. Ağır sənaye sahələrinə aiddir. Neft emal zavodu 1. Maşınqayırma müəssisəsi 2. Fındıq təmizləmə fabriki ağır deyil. 3-ü götürmürük. Mineral su doldurma da ağır deyil, 4-ə götürmürük. Bir də plastik kütlə zavodu ağırdır. 1, 2, 5 ağır sənaye sahələrinə aid xüsusiyyətlərdir. Meyvə tərəvəzdə yeyinti sənayesinin sahəsində onu da götürməyəcəyik. Deməli, hansıları oldu? 1, 2, 5 bizim doğru cavablarımızdır. 27-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. İqtisadi cəhətdən fəal əhalinin məşğul olduğu sahələr. Deməli, burada görürük bu kənd təsərrüfatı, sənaye, xidmət sahələri. Birə baxırıq. Bir, təbii ki, inkişafda ən geridə qalmış ölkələr bu sxemə aiddir. 2, yenə inkişaf etməkdə olan ölkələrə aiddir. Burada sənaye də inkişaf edib, kənd təsərrüfatda həmçinin xidmət sahələri də az miqdarda var. 3-də isə görürük ki, xidmət sahələrinin payı daha yüksəkdir. Yəni, bu artıq inkişaf etmiş ölkə olmuş olacaq. İndi gəlin baxaq ölkələrə. İtaliya. Artıq biz bildik ki, İtaliya hansına gedəcək? Təbii ki, 3-ə. İtaliya inkişaf etmiş ölkədir və xidmət sahələrinin payı çoxdur. Ona görə 3-ə aiddir A. Gəlin burada yazaq. 1, 2, 3. 3-ə aid olmuş oldu. Nə? A. Sonra bir də Yeni Zelandiya. Yeni Zelandiya təbii ki, xidmət sahələri sayı daha çoxdur. İnkişaf etmiş ölkə olduğuna görə 3A-Y. Sonra 1-ə hansı uyğundur? 1-ə uyğundur. Çad, Afrikanın geridə qalmış ölkələrindəndir. Çad, burada kənd təsərrüfatı üstünlük təşkil edir. Sonra bir də Niger, yenə Afrikanın ölkəsidir. Təbii ki, 1-ə aid olmuş olacaq. Bildiyimiz kimi Afrika ölkələri bir çoxu kasıb ölkələr sırasındadır. Sonra C-bə, C də təbii ki, 2-ə aid olmuş olacaq. Pakistan. Deməli, 1B-də 2C, 3A-Y. Keçdik situasiya tipli tapşırıqlara. Konserv zavodları iri şəhərlərdə deyil, kənd təsərrüfatı məhsulları ilə ixtisaslaşmış rayonlarda yerləşir. Bu amil məhsulların maya dəyərinin nisbətən az olmasına səbəb olur. İndi gəlin baxaq görək nədir? 28-də mətndə verilmiş müəssisələrin yerləşdirilmə prinsipini müəyyən edib yazın. Təbii ki, bu xammala yaxınlıq olacaq. Xammal mənbələrinə yaxın yerləşdirilib. Yəni, buraya yazacaq xammala yaxınlıq. 29-da nə deyir? Mətndə verilmiş müəssisələrdə istehsal olunan məhsulların maya dəyərinin nisbətən az olmasının səbəbini müəyyən edib yazın. Çünki müəssisələrin xammal mənbələrinə yaxın yerləşdirilməsi nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır və nəticədə məhsulun maya dəyəri azalır. Cavab bu olmuş olacaq. Hətta bunu mən yazım. Bir dəqiqə gözləyin, yazım. Yazdım. İstəyirsiniz skrin edin. Belə, 30-cu suala baxırıq. Mətndə verilmiş təsərrüfat sahəsinə əsasən cədvəli tamamlayın. Aid olduğu təsərrüfat sektoru bu ikinci sektordur. Aid olduğu sənaye sahəsi də təbii ki, yeyinti sənayesidir. Konserv zavodları təbii ki, yeyinti sənayesinə aiddir. Buradan da yazacaqsınız yeyinti sənayesi. Belə, bu qədər. 9-cu sınağın da sonuna gəldik. Gələn dəfə 10-cu sınağı işləyəcəyik. İnşallah. Ümid edirəm ki, bu videolar sizlər üçün faydalı olmuş olur.
Əgər faydalı oldusa, bəyənməyi unutmayın. Kanala da mütləq şəkildə abunə olun ki, digər abituriyentlər və ya müəllimlər, coğrafiya sevərlər də kanalımızdan xəbərdar olsunlar, faydalansınlar. Hər birinizə uğurlar arzu edirəm. Gələn test tapşırıqlarında, gələn sınaqlarda görüşmək üzrə. Sağ olun.